İsti yay günündən hər kəsə salamlar. Biz bu həftə defirdəyik və əsas məqsədimiz sizlərə ən keyfiyyətli musiqilərin olduğunu təqdim etməkdir. İlk olaraq ondan başlayaq ki, keçən həftə çox məhsuldar oldu. Abbas Bağırov, Elnarə, Cavid və rəssam Nura Suri, Elvin Babazadə, Ayaz Babayev, Aygün Kazımova və Natavan Həbibi öz yeni mahnılarını təqdim edib. İndi isə keçək bizim əsas onluğumuza. İlk öncə ona qeyd edək ki, bu həftə bizim onluğumuzu keçən həftənin 5-incisi olan Röya Ayxan və Murad Arif tərk edib. Eyni zamanda keçən həftənin 10-cu pilləsində olan Xumar Qədimova bu həftə bizim hit paradı tərk edənlər sırasındadır. Bugün yarı görüb mən üzr istədim, dedim eşitməməsin bir geri qaytar. Bu həftənin 10-cu pilləsində keçən həftə yeni musiqisini təqdim edən Elvin Babazadədir. O, Şah və Mat mahnısı ilə bu həftə onluğumuza daxil ola bilib. Həftəlik YouTube izləmə sayısı isə 135.668. Öldürər məni əvvəl axır, bir qədər yenə gözlər axır, oy sərəksidir ağır ağır. Keçən həftənin dəyişilməz adı Kazımcandır. Danış mənimlə musiqisi bu həftədə 9-cu yerdədir. Onun klipinin izlənmə sayı isə 187.560-dır. Sənin üçün darıxdım yenə də danış mənimlə, yenə kəlmə qayna qarış danış mənimlə. Keçən həftə 4-cü pillədə yer alan Üfüq, bu həftə düz 4 pillə geriləyərək 8-ci pillədə yer alıb. Bu həftə Aygün Kazımovan geriləməsinin səbəbi yəqin ki, onun yeni mahnısının işıq üzü görməsidir. Hələ ki biz 188.979 baxış sayı toplayan Üfüqdən zövq alaq. Mən üfüqdən gələn eşqəm, sən ömürlük sahibim. Bu həftənin növbəti yeniliyini təqdim edirik. 7-ci pillədə Nura Suri və İsmail Hacıyevin Bir Təsəlli adlı dueti yer alıb. Musiqisi Fərd ağaya məxsus olan Bir Təsəlli bu həftə düz 198.924 baxış toplayıb. Bu qəlbim döyünər, parçaları bir hissəyə bölünər, amma ki görünər. Bu həftə 6-cı pillədə His yer alıb. Onun ifa etdiyi Sevə-Sevə musiqisi bu həftədə 2 pillə irəliləyərək yerini bizim hit paradda daha da möhkəmləndirib. Sevə-Sevə bu həftə 250.610 baxış sayısı toplayıb. Səni sevə-sevə məhəbbətdən aldım həvəsimi. Bu həftədən etibarən sizə yeni bir əsər rubrikamızı təqdim edirik. Burada biz hər həftə müasir estradanın ən yadda qalan musiqilərindən biri haqqında danışacağıq. İlk musiqimiz isə Respublikanın xalq artisti Zülfiyə Xanbabayevanın ifa etdiyi Sənsiz musiqisi olacaq. (8 sentyabr 2003-cü ildə Zülfiyə xanım musiqisi Hüseyn Abdullayev, sözləri isə İsmail Dadaşova məxsus olan Sənsiz musiqisini klipi ilə birgə təqdim etdi. Mahnının təqdim olunmasından 22 il keçsə də hələ də aktualdır. Baxmayaraq ki, YouTube kanalında 9 il öncə yerləşdirilib, lakin 5 milyondan çox izlənmə ilə yaddaşlarda qalır. Sevgi nəğməsində döndüm külə mən, ayrılıq küləkləri apardı məni. Zamanında həftənin 40 anı hit paradına belə daxil olmağı bacarıb və eyni zamanda 1-ci pilləyə qədər də yüksəlib. Burada dünya estradasının mahnıları da yer alırdı. Sənsiz isə burada ilk Azərbaycan musiqisi idi ki, 1-ci pilləyə yüksəlmişdi. Sən bil ki, mən səni yenə ömür boyu arzularımdan. Bəs siz bilirsinizmi ki, bu musiqi eyni zamanda düz 6 həftə Bakıda ən çox satılan mahnı olub? Bəli, zamanında keyfiyyətli musiqilər çox yaxşı şəkildə öz dəyərini alırdı. Daha sonra isə Zülfiyə xanım bununla da kifayətlənməyərək eyni adlı albomunu da təqdim etdi. Bu albomun ən əsas yadda qalan tərəfi o idi ki, albomun 70% musiqisi yeni musiqilər idi. Heç vaxt heç yerdə səslənməyən. Həmin zamanlar üçün bu böyük bir risk və xərc tələb edirdi. O zamanlar bu musiqiləri tapmaq, eşitmək bugünkü qədər asan deyildi. Lakin alboma daxil olan bütün musiqilər öz layiqli yerini tapdı. Burada Sənsizin aktuallığı da çox idi.
Ən əsası isə Sənsiz mahnısı 50 mindən çox izləyicinin qarşısında ifa edilib və alqışların ardı arası olmayıb. Bu, Tofiq Bəhramov adına olan stadionda baş tutub. Sevdim ki ben seni yine ömür boyu arzularım. Ən əsas məqamlardan birini qeyd edək ki, mahnının adı Sənsiz olsa da, hər kəs bu mahnını sən bil ki deyə səsləndirir. Bu sözlər hər kəsin ürəyində çox gözəl yerə sahib olmağı bacardı. Sonda isə bir şey qeyd edək ki, Zülfiyə xanım, biz sizin bütün ifalarınızı sevirik. Sizə təşəkkür edirik ki, bu cür keyfiyyətli musiqini ömürlük yaddaşımıza həqq edə bilmisiniz. Seven. Amma çox heyfslənirik ki, bu keyfiyyəti daşımaq bugün hər kəsə nəsib olmur. Sizdən isə bu əsərlərin ardını gözləmək ümidi ilə. Bu həftənin 5-incisi Röya Ayxan. Elə bilmə mahnısı keçən həftə hit paradda 6-cı yerlə daxil olmuşdu və bu həftə bir pillə irəliləyərək 5-ci olub. Bu klip bu həftədə 258.424 baxış toplayıb. Elə bilmə bu sevgi yalandı, elə bilmə ki sevmə yasandı. Keçən həftə 7-ci yerdə debüt edən Ağlama mahnısı bu həftə düz 3 pillə irəliləyərək 4-cü yerdə qərarlaşıb. Röya və Cəmilə dueti o qədər içdən oxunub ki, durmadan təkrar bu ifaya baxmaq istəyirsən. Nəticə isə göz önündə. Bir həftəyə 285.868 baxış sayı. Məndən ötü ağlama, qoy ağlasın yağışlar, yaddan çıxmaz baxışlar. Gəldik indi isə qızıl üçlüyümüzə. Keçən həftə 2-ci pillədə yer alan Söz bu həftə bir pillə geriləyib. Aygün xanımın Ölməz musiqisi bu həftə 647.498 baxış toplayıb. Suallar presdə bir yandan, bütün gün stressdə bir yandan, show biznesdə bir yandan, SOS. Aygün Kazımova yenə özü ilə rəqabət aparır. Onun Sos mahnısını gerilədən elə özünün Can ol mahnısıdır. Bir pillə irəliləyən Can ol ikincidir və əlbəttə ki 674.661 baxış sayılır. Eşqin ilə can ol canda canıma, halım yaman sən ol yanan. Gəldik 3-cü həftəmizin qalibinə. Bu həftədə bu pillə dəyişilməz olaraq qalır. İlk həftə 700.000-dən çox baxış, ikinci həftə 901.000-dən çox baxış, bu həftə isə 986.398 baxış ilə. Roza xanım, adətən musiqilər zaman keçdikcə aktuallığını itirir. Amma İstədim mahnısı hər həftə bunun əksini bizə göstərir. Siz İstədim mahnısı ilə səhhətləri aşmağa davam edin, biz isə gələn həftənin izləmələrini izləyək. Səndən sadəcə diqqət istədim, İstədim sevilən olum yolunu gözlədim. Bununla da həftəmizi tamamladıq. Gələn həftə görüşmək ümidi ilə. Bu arada səhifəmizə abunə olmağı unutmayın. Hələlik!